Müstəmləkəçiliyin problemləri, yoxsulluq, yaşayış səviyyəsi, təhsil, səhiyyə və s. Bunların hamısının üzərində duran əsas məsələ məhz müstəmləkəçiliyin özüdür. Yəqin ki, anlayırsınız, müstəmləkəçilikdə yaxşı heç nə yoxdur. Bugün Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri keçirildi. Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu adlı konferansda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə təmsil olundu. Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən gənc tədqiqatçılar, beynəlxalq hüquq və səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri və digər qonaqlar olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak etdi. Onların çağırışları kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticə yönümlü təşəbbüslərin irəli sürülməsi idi. Əvvəlcə onu demək istəyirəm ki, bizi qəbul etdiyiniz və eyni problemdən əziyyət çəkən ölkələrin nümayəndələri ilə bir araya gəlməyimiz üçün imkan yaradan hər kəsə təşəkkür edirəm. Heç Bonaire adını eşitmisiniz? Bəli, biz bütün dünyanı əhatə edə bilərik. Mən bu təqdimatı etdiyim üçün xoşbəxtəm. Çünki bu, müstəmləkəçilik məsələsinə və onun cəmiyyətlərə necə təsir etdiyinə fokuslanır. Düşünürəm ki, bu çox xüsusi bir nümunədir. Hətta Karibdə biz özümüz də bunu tam anlamırıq. Əgər mən Karibdən deyiləmsə, yenə də öz xalqımdanam. Çünki biz insanlığın bir hissəsiyik. Biz bir-birimizlə bağlıyıq. Biz müstəmləkəçiliklə mübarizə aparanlardanıq. Ümid edirəm ki, bu yolda birlikdə mübarizə aparacağıq. Konferansda bildirildi ki, müstəmləkə ərazilərində urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunur. Gənclərin şəhər salma və urbanizasiya prosesindəki rolunu müzakirə etmək üçün bu vacib forumu təşkil etdiyinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Nigeriyaya nəzər saldıqda görürük ki, bu günə qədər kolonializmin izləri cəmiyyətlərdə qalmaqdadır. Bu, çoxlu bərabərsiz inkişaflara səbəb olub və yerli insanlar çox vaxt şəhərin kənar hissələrinə sıxışdırılıb. Şəhər mərkəzlərinə və metropolislərə baxsaq, oradakı yerli insanların vəziyyətini görərik. Bu, yalnız bir yerə aid deyil. Asiya, Afrika və Cənubi Amerika kimi digər inkişaf etməkdə olan bölgələrə baxanda da eyni mənzərəni görürük. Yerli xalqlar çox vaxt şəhərin mərkəzindən uzaqlaşdırılır və şəhərin əsas istiqamətlərindən kənarda qalırlar. Halbuki məqsəd bu olmamalıdır. Biz bütün gəncləri fəal iştirak etməyə, inklüziv olmağa və təşkilatların fəaliyyətində siyasi cəhətdən məlumatlı və şuurlu olmağa çağırırıq. So the identity of the people, it talks about culture, it talks about our history. Konferansda çıxış edən Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasovun sözlərinə görə Qlobal Davamlı Gənclər Platformasına yeni üzvlərin qəbul olunması gözlənilir. Bura yeni üzv olan ölkə və ərazilər sırasında Misir, Bonaire və həmçinin Sint Martin də var. Tədbirdə mənzil təminatı sahəsində mövcud çağırışlar, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirlər də müzakirə olundu. Nigar Namik, Azər Qarayev, Real.